Herkese salam. Yeni gündən sizi salamlayıram. Mən uşaqları məktəbə aparıb gəlmişəm. Birinci sməndə gələndə bazar storada dəymişəm. Bəzi şeylər var idi ki, almaq lazımdır. Göyərti, çörək, yağ aldım. O yağı biz istifadə edirik yemək hazırlayanda. Belə sucuk aldım, peynir aldım. Neçə belə çeşid pendir aldım və toyuq aldım. İnşallah yaxınlarda həm uşaqlara, həm bir izləyicim var. O da istəyirdi pizza hazırlayım, pizza hazırlayaram. Burada bizim sadə zavtrakdır. Zavtrakdan sonra başladım evi biraz yığışdırmağa. Bu günlərdə heç nə eləyə bilmirəm. Boynu pis tutulub, nə eləyirəmsə açılmır. Ona görə də o qədər də şey də yoxdur, həvəsim də yoxdur nəsə eləməyə dedim. Biraz istirahət eləmək olar. Burada gülləri təmizləyirəm. İstəyirəm gülləri də təmizləyim. Suyu dəyişdirim, gülləri təmizləyim. Sonra belə evdə olan belə işlərlə məşğul olmaq istəyirəm. Belə. Bu bizdə yaydan qalan pendirdir, kənd pendiridir də. Nastoyaşi pendirdir. İstəyirəm bunu da təmizləyim. Nəsə belə xarab olmur, amma vaxtı keçib də pendirin. Həm suyu istəyirəm, bunun da suyunu dəyişdirim. Baxım, qusaqları da yuyum. Qusaqları belə ayırmışam, yumuşam. Balonu da yumuşam. İndi bu qusaqları qoyub yenidən o suyu bura tökərəm də. Su deyil, o şeydir də, öz pendir sudur. Bunu da dedim eləyim, çıxardanda rahat olsun. Yoxsa bəzi var idi, onlar belə şor kimi xar-xar olmuşdu. Onları çıxartdım, onlardan pizza eləyəndə uşaqlara nəsə eləyərəm, qatıb böyrək belə bir şey eləyərəm. Şorla belə göyərti ilə qarışdırıb onu da belə eləyə bilərəm. Bunu da təmizlədim. Həm pendir çıxardanda o şor kimiləri gəlməsin də, balaca qusaqlar gəlməsin. Çıxdım balkona, gülləri çıxartmışdım, sulamışdım. İndi istəyirəm belə həm belə də suluyum, toz zad varsa o da təmizlənsin. Elə bil ki, yuyuram da onları. Arada aparıb duşda da yuyuram qəşəngcə. Amma onu yayda eləyirəm çox. İndi o qədər də isti deyil, ona görə belə rahat belə keçirəm üstdən. Suluyuram, həm suda vermişəm. İndi yuxarıdan da belə listoçikləri də suluyuram, yarpaqları. Toz zad varsa onları da düşsün. Bugün belə bilirsiniz, balaca bəzi işlər var ki, hansı ki qalır da onu sonra eləyərəm. Birazdan eləyərəm. Onu sabah da eləyə bilərəm deyən o işləri istəyirəm bugün bəlkə də görüm. Belə, bugün də belə keçər də mən də indi istəyirəm həm təmizlikdə eləyirəm. Gülləri səliqəyə salmışdım, amma yenə də quruyur. Bunların vaxtı qutarıb. Bəlkə də bugün ataram. Gəlmişəm, özümə çay içirəm. İndi gəlib buranın gülləri gətirərəm yenə. Qoyaram yerlərinə, gülüşqalarımı. Oturmuşam, heç nə eləyə bilmirəm. Buranı istəyirəm, pilisosluyum biraz. Yığışdırım. Belə, ki belə bir təmizlik eləyim. Çünki boynum tutulub, heç nə eləyə bilmirəm. Uşaqlara məktəbdən gətirib yemək vermişəm. 6-ya qalıb 20 dəqiqə. Oturmuşam burada, bir çay içim, durum, işlərimi görüm və suyu təmizdir. Suyu dəyişdirmişdim, daha kesib dəyişdirmişdim. Amma gülləri sразу suyu dəyişdirdikdən sonra quruyub, bilmirəm. Deyəsən xoşuma gəlmədi bunların suyunun dəyişdirməsi. Heç nə olmaz. Bunları da buradan yığışdıraram, ataram bura, başqa nəsə qoyaram. Xoşum gəlir güllərim olanda evdə. Bir çay içdim, durdum, dedim yox, belə olmaz. Nə qədər da eləyə bilməsəm də, amma eləməliyəm. Mən eləməsəm heç kim də onsuz da eləməz bunları. Bu işlər mənim işlərimdir də. Güllərimi qoydum yerlərinə, sveji, təmiz güllərdir. Suyu da çox içib, yəni doyunca içiblər. Hava bilirsiniz bizdə hələ ki yaxşıdır, inşallah pis olmaz. Hələ ki günəş var.
çox belə günəş var, gəlir evə, istəyirəm pəncərəni də belə pərdələri bağlayım. O qədər də günəş mebelə dəyməsin. Evini də yəni pilisoslamışam. Уже göstərmədim bu videoda pilisoslayanda, çünki hər videoda o pilisos var da, onsuz da hər gün eləyən işlərdən biridir pilisos. Məndə arada olur ki, 2-3 dəfə də eləyə bilərəm. Belə təmiz otaqdır, pəncərədə fortoçka kimi açmışam. İndi qaynanam burada özüm üçün qəşəng istirahət eləyər. Mənim üçün də xoş olar inşallah. Belə saatlar bizdə уже 4-ün demək olar ki, yarısıdır. Mən də gəlmişəm balkona, gülləri götürdüm, yerbəyer elədikdən sonra istəyirəm bunu da, buranı da biraz şeyləyim, təmizləyim və уже gedim başqa işlərlə məşğul olum. Evi hər otağını belə istəyirəm təmizləyim də, rahat təmizlik olsun evdə. Belə balkonda bizdə biraz qarışıq deyəndə orada bir sumka var. Başqa heç nə lazım olmayan şey yoxdur. Onu da inşallah biraz da gözləyirəm ki, yay olsun. Orada banka belə şeylər var da, hansı ki bağa götürməliyik. Gözləyirəm ki, yayda уже buradan onsuz da bağa gedirik biz. Burada oturmaq olmur yayda. Ona görə də biz vəbşə bura şkaf yığmalıyıq, amma hələ ki bilmirəm nəyi gözləyiriksə, biz gözləyirik nəyisə. Deyirəm, lap yaxşı da gözləyək, baxaq belə. Sverxiyestiyesini belə daha qəşəng nəsə olacaq. Onu gözləyirik. Belə təmizləyirəm buranı. Qəşəngcə bir neçə dəfə bol silirəm. Elə olur ki, gündə neçə dəfə də gəlib buranı silə bilərəm. Çünki bizdə balkon dediyim kimi açıqdır və toz, külək olanda çox toz olur. Mənim üçün də xoşum gəlir belə buranı silməkdən. Görəndə ki, güllər hər yer tərtəmizdir, güllər də qəşəng görsənirlər. Güllərin o yarpaqlarda olur, hansı ki, уже saralır, onları təmizləyirəm. Belə xoşum gəlir. Vəbşə ev təmizlik eləyəndə mən biraz arada görürəm ki, mən istirahət elə bil ki, eləyirəm. Mənim üçün nə deyim, rutina yox, demək istəyirəm, amma deyə bilmirəm, dildədir. Hələ odur. Hansı ki, insan istirahət eləyir, mən də belə istirahət eləyirəm. Belə bir vlog çəkdim bugün. İstəmədim nəsə başqa nələrsə çəkim. Həmişə eyni şeylər çəkirəm. Sizə də yormaq istəmədim. Eyni təmizlikdir də, hamının evdə olan təmizlikdir. Bir gün görürsən, şkafları yığırsan, bir gün görürsən, yuyursan, pilisosluyursan, eyni şeylərdir də həmişə. Paltar yumursan, amma asırsan, onları götürürsən. Mən o bir şey elə lentiyayka olmuşam. Əvvəllər mən paltarları ütülüyüb qoyurdum şkafa, amma indi heç xoşum gəlmir. Heç şeyim olmur, daha уже nastroyenim olmur onları ütüləməyə. Mən də maşınka gördüyünüz kimi balkonda da bunu da eləmişdik ki, biz duxovka qoymaq, amma alınmadı. Mən уже kuxnadayam, həm qabları yuyuram, günortaya toyuq supu bişirmişdim. İnşallah axşama da qaldı, onu yeyərik. Nəsə hazırlamaq уже yorulmuşam, eləməyəcəm heç nəyə. Çünki yorulmuşam. Bilmirəm nə hazırlayım. Hər gün nə hazırlayım deyə o qədər уже fikirləşirəm ki, uşaqlar da maşallah yeyirlər. Deməyəcəm ki, uşaqlar yemirlər. Onsuz da belə neynirəm, hazırlayıram. Belə bu otaqda səliqəyə saldım. Uşaqların otağıdır. Уже dərsləri zət oxuyurdular. Hər yer dəftər, kağız, bilmirəm bunlar nətər dərs oxuyur. Uşaqların otağını da təmizləyib qutarmışam. Öz otağımı da təmizləyib qutarmışam. Təmizləyib deyəndə elə bil səliqəyə salıb pilisoslayıram balkonda. Qəşəng belə svejes gəlir, amma elə görünür ki, yenə də külək qalxır. Fikirləşirəm ki, birazdan qəşəng külək olacaq. Paltarları da yuyub asmışam. Hər yeri səliqəyə salmışam. Prixoşkanı da bu güldən ölürəm. Prixoşkanı da səliqəyə salmışam, pilisoslanmışam.
nə qədər saç varsa, pilisosunun hamısını yığmışam yerdən. Oğluşum dərsləri oxuyur. Mən də bir çay içmək istəyirəm. Ya kofeyə çay içərəm və qızın dalınca getməliyəm. Çox bərk belə külək qalxdı, inanılmaz belə bir külək qalxdı və uşaqlar deyiblər 6-da götürməliyik biz bugün. Çünki biraz tez buraxıblar uşaqları, getdim qızışımın dalınca. Bugünlük məndən bu qədər. İnşallah bəyənərsiniz. Sağ olun, salamat qalın.